Avropa Liqasında ilk mərhələni uğurla adlayan Qarabağın növbəti rəqibi artıq məlumdur. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində Bolqarıstan futbolunun ən tanınmış klublarından biri CSKA Sofia ilə üz-üzə gələcək. Bu ad futbol azarkeşləri üçün kifayət qədər tanışdır. Uzun illər ərzində CSKA Sofia Şərqi Avropanın ən güclü komandalarından biri hesablanır. Amma maraqlıdır, bu gün də həmin gücdədirmi? Bu videoda Qarabağın rəqibini yaxından tanıyacağıq. CSKA Sofia 1948-ci il mayın 5-də yaradılıb. Klubun adı Mərkəzi Ordu İdman Klubu mənasını verir və uzun illər Bolqarıstan ordusunun himayəsində fəaliyyət göstərir. Qısa müddətdə ölkənin ən güclü klubuna çevrilən CSKA 10 illiklər ərzində Bolqarıstan futboluna damğa vurub. Onlarla ölkə çempionluğu, çoxsaylı kuboklar və Avropa kuboklarında yadda qalan nəticələr. 1980-ci illərdə CSKA Sofia Avropa Çempionlar Kubokunda 2 dəfə yarımfinala qədər yüksələrək bütün qitənin diqqətini üzərinə çəkmişdi. Həmin dövrdə Sofiyaya səfər etmək Avropanın ən güclü klubları üçün belə asan hesab olunmurdu. Məşhur Hristo Stoichkov kimi dünya futbolunun ulduzları da məhz bu klubda yetişiblər. Ancaq hər böyük klub kimi CSKA-nın da tarixində çətin dövr yaşanıb. 2015-ci ildə ciddi maliyyə problemləri səbəbindən klub peşəkar lisenziyasını itirdi və aşağı liqalara göndərildi. Çoxları bunun klubun sonu olacağını düşünürdü. Lakin bir neçə il ərzində yenidən təşkilatlanan CSKA elitaya qayıtdı və bugün yenidən Bolqarıstanın aparıcı klublarından biri hesablanır. Ötən mövsüm komanda Bolqarıstan çempionatını 4-cü pillədə başa vurdu. Bu nəticə azarkeşlərin gözləntilərini tam qarşılamasa da ölkə kubokunda finala yüksəlməklə mövsümü müəyyən qədər xilas etməyi bacardı. Mövsüm ərzində klubda baş məşqçi dəyişikliyi yaşandı. Duşan Çerkezlə yolları ayırdıqdan sonra əvvəlcə müvəqqəti olaraq Valentin İliyev komandaya rəhbərlik etdi. Daha sonra isə baş məşqçi postuna Hristo Yanev gətirildi. Bu dəyişiklik komandanın oyununda da hiss olunurdu. CSKA mövsüm ərzində bəzən çox keyfiyyətli futbol göstərsə də qeyri-sabit nəticələr onların çempionluq yarışından uzaq düşməsinə səbəb oldu. Yeni mövsümdə CSKA Sofia yenidən Avropa Liqasında mübarizəyə başladı. Birinci təsnifat mərhələsində onların rəqibi İrlandiyanın Derry City klubu idi. İlk oyun Sofiyada keçirildi. CSKA həmin görüşdə 3-2 hesabı ilə qalib gəldi. Komandanın ən məhsuldar futbolçularından olan Ioannis Pittas 2 dəfə fərqləndi. Bruno Jordao isə bir qol vurdu. Lakin bu hesab cütün taleyini həll etmirdi. Cavab görüşündə Derry City doğma meydanda erkən hesabı açdı və intriqa yenidən alovlandı. Ancaq təcrübəsini ortaya qoyan CSKA təşəbbüsü ələ aldı. Pittas yenə öz sözünü dedi. Son dəqiqələrdə isə rəqibin avtoqolu Bolqarların 2-1 hesablı qalibiyyətini rəsmiləşdirdi. Ümumi hesabda 500 hesabı ilə qalib gələn CSKA Sofia növbəti mərhələyə yüksəldi. Bu iki oyun bir şeyi açıq şəkildə göstərdi. CSKA hücumda təhlükəli komandadır. 5 qol vurmaq bunun sübutudur. Amma eyni zamanda 2 oyunda 3 qol buraxmaları müdafiədə problemlərin hələ də qaldığını göstərir. Məhz bu məqam Qarabağ üçün vacib siqnaldır. Bugünkü CSKA Sofia əvvəlki 10 illiklərin Avropanı qorxuya salan komandası deyil. Amma onu zəif rəqib adlandırmaq da düzgün olmaz. Bu komanda fiziki futbol oynamağı sevir, cinahlardan hücum qurur. Standart vəziyyətlərdən maksimum istifadə etməyə çalışır. Hündürboy futbolçulara malik olduğu üçün hava toplarında təhlükəlidir. Bununla yanaşı top itkisindən sonra müdafiəyə qaydanda problemlər yaşayır. Xüsusilə sürətli əks hücumlara qarşı bəzən çətinlik çəkirlər. Bu isə Qarabağın ən güclü tərəflərindən biridir. Qurban Qurbanovun komandası son illərdə Avropada məhz sürətli keçidlər, qısa ötürmələr və ağıllı mövqe dəyişmələri hesabına bir çox güclü rəqibi çətin vəziyyətə salmağı bacarır. Deməli, kağız üzərində baxanda bu cütlük düşündüyümüzdən daha balanslı görünür. Amma futbolu adlar yox, meydandakı detallar həll edir. CSKA Sofia bugün meydanda necə futbol oynayır? İlk baxışdan diqqəti cəlb edən məqam onların fiziki futboludur. Bolqarıstan çempionatında olduğu kimi Avropa Liqası oyunlarında da ikili mübarizələrdən çəkinmirlər.
Topu itirdikdən sonra dərhal pressing tətbiq etməyə çalışırlar və xüsusilə cinahlardan hücum qurmağa üstünlük verirlər. Hücumların böyük hissəsi cinah ötürmələri və cərimə meydançasına göndərilən toplar üzərində qurulur. Bu baxımdan Qarabağ müdafiəçilərini hava toplarında ciddi sınaq gözləyir. Lakin CSKA-nın ən böyük üstünlüklərindən biri hücum xəttidir. Komandanın əsas qol silahı Kipr millisinin hücumçusu Yannis Pittas'dır. O Derry City ilə 2 oyunda ümumilikdə 3 gol vuraraq komandasını ikinci təsnifat mərhələsinə daşıyan əsas futbolçu oldu. Pittas cərimə meydançasında düzgün mövqe seçən, hava toplarında təhlükəli olan və fürsət düşən kimi zərbə endirməyə bacaran hücumçudur. Qarabağın müdafiəsi ilk növbədə məhz onu nəzarətdə saxlamalıdır. Yarım müdafiədə isə komandanın oyununu istiqamətləndirən təcrübəli futbolçular var. Portuqaliyalı Bruno Jordão topun dövrəsini təmin edən əsas oyunculardandır. Bundan əlavə yay transfer pəncərəsində heyətə qatılan Stefano Sensi, Jean-Philippe Gbamin və James Eto'o kimi təcrübəli futbolçular komandanın keyfiyyətini artırıblar. Ancaq hər komandanın zəif tərəfləri olur. CSKA-nın əsas problemlərindən biri müdafiədən çıxış zamanı etdiyi səhvlərdir. Rəqib ön xəttə təzyiq göstərdikdə müdafiəçilər bəzən tələsik qərarlar verirlər. Bu isə top itkilərinə səbəb olur. Derry City ilə keçirilən hər iki oyunda İrlandlılar məhz yüksək pressing hesabına bir neçə təhlükəli epizod yaratmışdı. Digər problem isə cinah müdafiəçilərinin tez-tez hücuma qoşulmasıdır. Bu zaman onların arxasında geniş boşluqlar yaranır. Əgər Qarabağ topu sürətlə həmin zonalara çatdıra bilsə, təhlükəli əks hücumlar qurmaq üçün yaxşı imkan əldə edəcək. Məhz burada Qurban Qurbanovun Avropa təcrübəsi ön plana çıxır. Bəs bu cütlükdə favorit kimdir? CSKA Sofia evdə çox təhlükəli komandadır. Azarkeş dəstəyi, fiziki futbol və standart vəziyyətlər onların ən böyük silahıdır. Amma Qarabağın da üstünlükləri az deyil. Ağdam təmsilçisi son illərdə Avropada daha sabit çıxış edən komandaya çevrilib. Komanda oyun intizamını qorumağı, topa nəzarət etməyi və rəqibin səhvlərindən maksimum istifadə etməyi bacarır. Əgər Qarabağ öz oyununu oynaya bilsə, növbəti mərhələyə yüksəlmək üçün real şansa sahib olacaq. Ancaq bir məqamı unutmayaq. Bu mərhələdə artıq zəif rəqib yoxdur. CSKA Sofia böyük tarixə malik klubdur. Onlar Avropa arenasında illərlə formalaşmış futbol mədəniyyətinə sahibdirlər. Qarabağ isə son 10 ildə Avropadakı uğurları ilə sübut etmişdir ki, belə rəqiblərdən çəkinmir. İnanıram ki, bizi iki maraqlı və gərgin oyun gözləyir. Ümid edək ki, sonda sevinən tərəf Azərbaycan təmsilçisi olacaq və Qarabağ Avropa Liqasında növbəti mərhələyə yüksələcək. Əgər video xoşunuza gəldisə, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sizcə Qarabağ CSKA Sofia səddini keçə biləcəkmi? Növbəti videoda görüşənədək. Sağ olun.